Geçen ömrüm bir zamanesi var, dargındır bu dünya insanlara. Ay kalan iller dönür bir anlara, ömrümüz geçir dolur yadlara. Öten öpüp geçen geçir, bakma dostum gelir, gergin günlerini hatırlama. İnan dostum her feslin öz zamanesi var, İnan ki her yaşın öz güzelliği var. Yüzündeki çizgilerinin, saçındaki beyazların, İnan mənə dostum öz yaraşığı var. Kalbimdeki incilerinin, yaşam olan illerinin, İnan ki her yaşın öz güzelliği var. Sönür hatireler, arzular uzağa bizi aparır. Görünür insanın sonuna kadar Vüsala çatma ümidi kalır. Öten öpüp geçen geçip, bakma dostum gelir, gergin günlerini hatırlama. İnan dostum her feslin öz zamanesi var, İnan ki her yaşın öz güzelliği var. Yüzündeki çizgilerinin, saçındaki beyazların, İnan mənə dostum öz yaraşığı var. Kalbimdeki incilerinin, yaşam olan illerinin, İnan ki her yaşın öz güzelliği var. Səbəbkarı yubilyarımız Gülzara xanım bir neçə saniyədən sonra bizə daxil olacaq. Elə diqqətlərimizi yönəldirik ki, iş nöqtəsinə. Qolanlardan biri alqışla gəlsin, bir alqışla səsləndirir. Hər şey olsun, gözümüz aydın olsun. Bugün Gülzara xanımın 18 yaşı tamam olur. Ona can sağlığı diləyək. Həmişə gözəl günlər, xoş dualar nəsib olsun inşallah. Gözümüz aydın olsun. Gözəl təbrik inşallah sevənlər rəhbərliyi adından gözəl bir şərbət çalınacaq hazırlanıb. Qədərlər də olsun, badələr ki güldəsin. Gülzara xanımına həyatın ən gözəl neyməti, can sağlığı diləyək. Eşq olsun. Bravo.
əyləşdirik. Təbrik Şadlı Səhənin rəhbərliyindən gözəl, sevilən və populyar müğənnimiz Sevdə xanım buradadır. Onu biz dəvət edək, gözəl musiqiləri ilə qanatları üçün dəvət edək. Eşq olsun, Sevdə qızı, baba. Gezip almışım eli canları Lenkarın alışmamış bir bağlı Ondan gideriz her son giden mehman Ondan gideriz her son giden mehman Eşkınlar yanarlar arasında Mehman sorgular arasında Uyku güler göre
Vaxtınız xeyir olsun, əziz dostlar, gözəl qonaqlar, çox hörmətli və dəyərli müsafirlərimiz. Bu gözəl, bu möhtəşəm, təbrik Şadlıq Sarayının Avropa zalında xoş gördük sizləri. Gələn qonaqları salamlayaq, Allah Teala'dan arzu edək. Hər birimizin ailəsində belə gözəl məclislər qurulsun inşallah. Bugün arzulu gündür, hər bir insanın arzuladığı gün məhz bu gündür. Əlbəttə ki, bu gözəl günümüzü qeyd eləməyimiz üçün biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Ona görə də bəri başdan, məclisi başlamamışdan öncə qonaqlardan bir ricam var. Əvvəlcə öz qanının canını vətənə fəda eləyən o unudulmaz insanları, şəhidlərimizə anaq zəhmət olmasa, bircə anlıq ayağa qalxaq, bir dəqiq onları biz şükürlə yad edək. Əyləşirik zəhmət olmasa. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı diləyək. O əskər balaları Allah qorusun inşallah sağ-salamat ailələrini qovuşsunlar. Bəli, bu gözəl günümüzün səbəbkarı Tünzadə xanımın yubileyimizin bugün ad günüdür, anadan olan günüdür. Öz adından, musiqiçilər adından, Təbrik Şadlıq Sarayının rəhbərliyi adından Tünzadə xanımı təbrik edirik. Və bir ricam da var qonaqlardan, bəlkə əziyyət verirəm, amma belə məclislərdə əziyyət çəkmək olar. Deyirəm, yubileyimizin ünvanına əziz qonaqlar, əziz dostlar, elə bir alqışlar səsləndirək ki, sadası böyük şaya qədər geçsin çatsın. Ailənin ən əziz, ən doğma insanlar adından Samir müəllimi bura dəvət edək. İlk təbriklər onun dilindən səslənəcək inşallah. Sonra yavaş-yavaş məclisimiz davam edər. Zəhmət olmasa olsun. Balaca diqqətlərimizi bura yönəldək. Bugün bu ailənin, bu evin ən gözəl anlarıdır. Samir müəllimin, Samir qardaşımızın da təbriki arzu istəyi var. Buyursun zəhmət olmasa. Əziz və dəyərli qonaqlarınız, xoş gəlmişsiniz. Sizləri salamlayıram. Bugün bizim üçün çox dəyərli və əziz bir gündür. Bu dəyərli əziz gündə bizimlə bir yerdə olmanıza görə təşəkkür edirəm. Allah hamımızdan razı olsun, gələn ayaqlarımız var olsun. Biz 20 ildə bundan qabaq mamamın 50 yaşı olanda bu məkanda idik, Təbrik Şadlıq Sarayında. Yenidən 20 ildən sonra bir də ad gününü qeyd eləmək çox xoş təsadüfdür. Onda da əziz qonaqlar hamımız bizimlə bir yerdeydiniz. Allah sizdən razı olsun. Ana haqqında bugün anamın əziz günüdür. 70 yaşı tamam olur. Mən onu 70 yaşı tamam olur. Bugün çox əziz və dəyərli bir günümüzdür. Ana haqqında danışmaq o qədər də asan deyil. Çox çətin və məsuliyyətli bir işdir. Analar ən fədakar, ən zəhmətkeş və uşaqlarından ötürü, övladlarından ötürü həmişə əziyyətlər çəkirlər, zəhmət çəkirlər. Onlar daimi həyatı boyu qayğısına qalırlar. Yəni, ananın haqqını ödəmək də mümkün deyil. Ana ən müqəddəs varlıqdır. Ananın haqqı haqqında Məhəmməd s.ə.v bir hədisi də var ki, övlad ən birinci kimə yaxşılıq eləməlidir, deyir anaya, peyğəmbərinə, sonra ikincide də soruşur, yenə deyir anaya, üçüncüdə də soruşur, yenə deyir anaya və yalnız dördüncü dəfə deyir ataya. Yəni, ana bu qədər müqəddəsdir, bu qədər, yəni, cənnət anaların ayağı altındadır. Ona görə də anamın haqqını heç kim ödeyə bilməz. Bizi də anamız bu 46-47 il ərzində zəhmətini çəkir, vəziyyətini çəkir, bizi boyu başa çatdırır. Ondan can sağlığı arzu edirəm, uzun ömür, bundan sonraki həyatımda xoş günlər arzu edirəm.
Bir daha təşəkkür edirəm gəlməyinizə görə. Xoş, ad günündə xoş əhval-ruhiyyə olsun. Xoş anlar keçirin. Yeni için şərlərlə Allah sizdən razı olsun. Samir, çox sağ ol, Allah səndən can sağlığı versin. Bilirsiniz, əyləşmirik. Dünyada hər bir insanın borcunu qaytarmaq olar, amma əziz qonaqlar, ana elə bir müqəddəs varlıqdır ki, onun borcunu qaytarmaq qeyri-mümkündür. Laylay dedi anam mənə, yırğaladı beşiyimi, beşiklə bir çəkdi o da gecə gündüz keşiyimi. Anam məni yaradırdır, anamız bizi yaradırdır, biz aləm yaradmışıq. Biz onların sayəsində boya başa çatmışıq. Əzizəm anam mənim, qəm bağrım oyan mənim, Məkkəmdir, Mədinəmdir, qibləmdir anam mənim. Əzizəm anam yaxşı, hər sözü qanan yaxşı, hər kəsə öz anası, hər birimizə öz anamız yaxşı. Düzəli xanımın timsalında bütün analar üçün bir alqışlar səsləndirək dostlar. İndi bir gözəl musiqi səsləndirək. Elə ad günü mahnisi ilə başlayaq, sonra yavaş-yavaş məclisimiz davam edə. Billər başına söz zəhmət olmasın. Ad günü mübarək, Teysən ad günü mübarək, şad günü mübarək, Teysən şad günü mübarək.
bəzəyi olan gözəl bir nemətimiz, aşımızı, filomuzu təqdim edək. Kanallar isti-isti dansından da şurasınlar. Sonra təbriklər var inşallah səsinizə. Sən atılmasın. Eşq olsun dostlarım. Buyurun. Səsləndirək. Eşq olsun, gözümüz aydın olsun. Və bugün bu əziz gündə, bu xoş gündə Tüzələ xanımın əzizləri, doğmaları adından Zenfira xanım və Tamella xanım. Onların təbrikləri, arzu istəkləri var. Hər iki bacılı mən bura dəvət eləmək istəyirəm. Öz arzu istəklərini bildirsinlər. Sonra Təbrik Şadlıq Sarayının adından, rəhbərlik adından gözəl, sevilən və populyar müğənnilərimiz buradadır. Bəsli xanım, onun ifasında inşallah gözəl musiqilər səslənəcək. Zenfira xanım və Tamella xanım, zəhmət olmasın. Buyurun. Zenfira xanım, var olasınız. Allah sizə can sağlığı versin. Gözünüz aydın olsun. Bugün əziz gün, bugün xoş gündür. Mən deyirəm ki, ürəkdə təbriklər var, arzu istəklər var. Bu zamanımız. Yaşamak şərəflidir. Təbrik edirəm, yaşasın balası, gəlin olsun həmişə. Allah canlarını saklasın, Tamella xanım burada mı? Buradadır. Öyle buradadır. Geç. Dəstək olmuyor. Yaxşı, dəymə. Rahat danışsın. Çox sevirəm ki, mən elə bacımlar. Allah xətardan beraber olsun. Səsini azaldım. Sağ olun, necə olsun. Bəxtələr olsun. can sağlığı versin.
bacılara kömək olsun. Dağda çətinliklə qalmasın. Mən də başa düşməm ki, bu sevinç gözləşir. Yox, sevinç gözləşir. Əziz gündə, gözəl gündə, gözəl yaşadır. Allah Teala o sevinç gözləşanı hamıza göstərsin. Bugün əziz gündür. Bugün bəli, bugün ən xoş gündür. Bugün Təbriz Şahı Sarayının rəhbərliyi adına gözəl, sevinən, populyar bir müğənnimiz Respublikamızın əməklər artisti bəs Xanım Bəkirova buradadır. Onun ifasında gözəl musiqilər səsləndirəcək. Hər üç bacını rəqsə dəvət edək. Buyursun əzəmət olmasın. Eşq olsun. Axşamınız xeyir olsun, əziz hörmətli qonaqlar. Hamınız bu gözəl ziyafətə xoş gəlmişsiniz. Mən də Füzarət xanıma deyirəm, Allah sizə can sağlığı, uzun ömür bəxş eləsin. Və əlbəttə, əsas can sağlığıdır. Can sağlığı olandan sonra hər şey həyatda əldə eləmək olur. O can sağlığı sizdən heç vaxt əski olmasın və gözəl bir mahnı kələngi sizlərin şərəfinə gəlir. Buyursun bütün qonaqlar rəqsə. Çıxmışam gül seyrinə, gözümdə dünya təzədir. Mən çıxmışam gül seyrinə, gözümdə dünya təzədir. Gözəllər də göz gözəldir, gözlərim gəzir səni, gözlərim gəzir səni. Gözəllər də göz gözəldir, gözlərim gəzir səni. Gözlerim gezir seni. Ben Osman seni deniz, ayrılmışık bir yerde. Ben Osman seni deniz, ayrılmışık bir yerde. Yine özünden habersiz, gözlerim gezir seni. Gözlerim gezir seni. Ben Osman seni deniz, ayrılmışık bir yeriz. Ben Osman seni deniz, ayrılmışık bir yeriz. Yine özünden habersiz, gözlerim gezir
Nizalə xanım mənim lap yanımda dayanıb. Əlbəttə, mən deyirəm ki, o gün olsun dəfələrimiz var da nəticə var. Yoxdur nəticə. Nəticə qismət eləsin Allah Taala sizə və deyirəm ki, nəvə toyu görəsiniz. Nəvə toyu görəsiniz, nəticə də görəsiniz. Ondan sonra qaldı Allah'a. Qaldı Allah'a. Amma Allah sizə ömür versin. Çox sağ olun. Sizin ətrafınızda belə gözəl, belə qəşəng, belə necə deyirəm, tərbiyəli xanımlar var. Deməli, bu xanımların ətrafında olan bir xanım heç vaxt qocalmaz. Allah sizə can sağlığı versin. Var olasınız. Sözünüz var verin, nəsə deyəsəm. Ay, sənə qurban olun. Bəs sənə qurban, ay başıma dönmüşəm. Ay. Bunu bəyəkdən Niyazi müəllimin deyib işişdi. Niyazi müəllimin fövqəladə xanımı. Yəni, qısqədə, bugün mən hansı zala girdimsə, bax, inanın. Orada bir toy oxudum. Qubalların, kimlərin bir toylarını mən oxumuşam. Qısqədə bax ki, onun toyunu mən oxumuşam. Burada gəlib görəm ki, onların yenə toylarıdır. Mən də təsadüfən bura düşdüm. Allah sizə də nəvə toyu qismət eləsin. Çox sağ olun, var olasınız. Əzizimsiz mənim. Bu sizin birbimizdir. Niyazi müəllimə məndən çoxlu salam deyirsiniz. Ona görə gələ bilməm. Məndən salam deyirsiniz. Var olasınız canım mənim. Sağ olun. Sağ olun. Bəstə xanım çox sağ ol, səsin var olsun. Həmişə belə gözəl məclislərdə nəşidilsin inşallah. Xatırlamaq ki, Təbrik Şadlıq Sarayının rəhbərlik adından gözəl sevilən, populyar xanımlarımız Bəstə xanım öz ifalarını diləndirdi. Əlbəttə ki, əyləşirik, hörmətli qonaqlar, əziz dostlar. Bir daha yerləşilmiş olsun inşallah. Bir daha arzusun olan bütün insanlara belə gözəl günlər nəsib olsun. Yenə musiqilərimiz davam edir. Respublikamızın ən populyar, ən sevilən müğənnisi Samira xanım Yusuf qızı buradadır. Təbrik Şadlıq Sarayının rəhbərliyi adından dəvət alıb. Eşq olsun söz sizədir. Teşekkür ederim Cinzale Hanım. Ürəyinə təbrik ederim Cinzale Hanım. Allah sizə sağlam ömür versin. İnşallah bundan belə 20 il, 30 il ne kadar ömrünüz varsa Allah sağlam ömür versin. İnşallah. Hiç kime muhtaç olmayasınız. Ya Allah. Maşallah. Rekse boyunca Sevda
səslənmir. Sabra xanım çox sağ ol, səsiz var olsun inşallah. Həmişə belə gözəl məsləhətini eşitmişsin. Və əziz qonaqlar, əziz dostlar, bir daha görüşmüş olsun. Hədisimiz davam edir, arzusunda olan bütün insanlara belə gözəl günlərimiz olsun. O gözəl musiqiyə qoşulub rəqs eləməkdir. Və mən belə bir fikrim var. Hər stoldan bir neçə nümayəndə dəvət edəcəm. Təbriklər, arzu istəklər səslənəcək inşallah. Sonra gözəl musiqilərlə onları biz rəqsə dəvət edək. Ağabala dostumuzun oturduğu stulda, o birinci stul ətrafındakı əyləşən qonaqlar, əyləşən dostlar. Sizləri mən bura dəvət edirəm. Bir ayağa qalxaq zəhmət olmasa, yaxınlaşaq. Bu gözəl günümüzü bizim kameraman dostumuz, Əskər qardaşımız lentə köçürür, tarixə çevirir. Bir arzu istəklərimizi bildirək inşallah. Sonra bir gözəl musiqi səslənəcək. Rəqsə dəvət edəcək inşallah sizi. Birinci stul ətrafında olan qonaqlar zəhmət olmasa, təbrikləri olan, arzu istəkləri olan Tünzana xanımı bu əziz günündə sevincinə şərik olan qonaqlar zəhmət olmasa buyuruz. Eşq olsun, aydın olsun. Həmişə belə gözəl günlərdə inşallah. Buyurun. Mən də buradakı sağlıqları qoşulub Tünzana xanıma uzun ömrün can sağlığı. Həmişə yaxşı günlər sizlər. Təbrik edirəm Tünzana bəy. Allah sənə can sağlığı versin, uzun ömür. Həmişə belə şad məclislərdə olaq inşallah. Allah sənə ömür versin. Böylükdən əksik olmayasın. Sağ ol.
Hə, əziz qonaqlar, əziz dostlar, məclisimiz davam edir, musiqilərimiz davam edir. İndi bir canlı bağlantı var. Tünzana xanımın qızı Nigar xanım elə indicə canlı bağlantıdadır. Kameraman dostumuzdan xahiş edəyim, onu lentə köçürsün, zəhmət olmasa. Nigar xanım, təbrik eləyək. Salam. Hə, təbriklərinizi bildiniz, zəhmət olmasa. Akşamınız xeyir olsun. Mən də anamın ad gününü təbrik edirəm. 70 yaşına yubileyi. Anama can sağ ol, uzun ömür arzulayıram. Allah başımızı sizə eksik etməsin. Xeyirli ömür versin. Gələn qonaqlarımız da təbrik edirəm. Xoş gəliblər. Gələn ayaqları var olsun, sağ olsunlar. Mənim yerimə də orada iştirak edirlər. Öpürəm hamısı. Çox sağ olun. Sağ ol. Öpürəm anamı. Özüm burada olmasam yüreğimin bundan gömezsin. Yineci tarihte, kar, kıyamet oldu. Balam gitti kaldı. Hə, biz də təbriklərə qoşulaq, doğuşun bir oradan. Təbriklərə qoşulaq. Tüzara xanım, Allah sizə şəxsizli versin. Nigar xanım, var olasınız gözəl təbriklərə görə. Bir musiqi səsləndirək. Tüzara xanım, sizi də, sizi sevən qonaqlarınızı da verir.
qürbət ölkələri, bəli mazardan uzaq, gözəl günlər arzu edək. Təbiətdə insanın yaşaması üçün Allah müəllim iki amil lazımdır. Biri sağlam can, biri də pul. Hər ikisi isbət olsun olmalı inşallah. Və burada Ağabala qardaşımızın xüsusi təbriki var. İndi mən onu buna dəvət edirəm. Arzu istəkləri var inşallah. Sonra bir sürpriz var. Zəhmət olmasın. Şərflər onu. Eşq olsun dostlara budur. Vücudundakı kişiliği, qəzəbi, işin onlardır hər afətin səbəbi. İnsanın iftixarıdır ədəbi. Sən də sev, ədəbli bir insan ol. Eşq olsun dostlara, gözümüz aydın olsun inşallah. Buyurun, zəhmət olmasın. Salam, əziz qohumlar, dəyərli qonaqlar, hər birisi xoş gördük. Bugün biz iki səbəbdən ötürü burada toplaşmışıq. Birincisi, hər birimizin bildiyi kimi hamımızın sevimlisi, mehriban, Tünzadə xalan 70 yaşı tamam olur. Ona uzun ömür, can sağlıq arzulayıram. Allah ona sağlamlıq, xoşbəxtlik qismət eləsin. Oğlu Samirin inşallah toyunda cəm olaq. İkincisi isə bu səbəb bir çoxlarımızı təəccübləndirəcək yəqin ki, mən də bir neçə ay öncəsinə qədər bundan məlumatsız idim. Sən demə, bizim Tünzadə xala həm də çox gözəl şeirlər müəllifi imiş. Bu şeirlərlə mən təsadüfən tanış oldum və məni çox təsirləndirdi və düşündüm ki, bunu mütləq şəkildə kitab halına salıb dərc eləmək lazımdır. İndi burada təqdim edirəm, Ömrün Səhifələri adlı biz kitab təqdim elədik. Bu kitabda Tünzadə xala bir sıra mövzulardan bəhs edən şeirləri var. Mən istəyərdim özünü dəvət eləyək bura və öz təəssüratlarını bizimlə bölüşsün. Neçə il bundan əvvəl öncə yazdığım şeirlərdir. Nə bilim, böyüklər üçün var, qardaşıma, anama, uşaqlar üçün şeirlər var. Yazmışdım, neysə dayanır, çap elətdirmirdim. Ağabalanın təşəbbüsü ilə bu balaca bir kitabçanı nəşr elətdirdik. Burada bir neçə dənə şeirlərimiz var. Bunu indi burada qonaqlarıma təqdim edəcəm. Hamısına sağ olsunlar, var olsunlar, hamısı iştirak edirlər. Şeirdən paylaşılır. İndi isə bu kitabın abloşkasında, ilk səhifəsində Göyçayımızın Bığır Narın şəkli var. Mən bu şeiri əvvəlcədən kitaba verəndə yadımdan verməmişəm, daha sonra gec oldu. Həmən bunlar şeiri indi sizə söyləyəcəm. Açsın taxım. Narımız, Göyçayımın bığır narı, Gülöşə şirin narı, mindir dərdin dərmanı,
Çiçeklerin ulduz kimi parıldar, yumru yumru meyveler budaklardan sırga kimi sallanar. Gülüşe, melez, al kırmızı narlar, hərəsi bir renk alar. Süfrələrin tacısan, kəndimizin bağrısan, dost tanışın göndərilən payısan. Dənələrin mirvaridir, incidir, kim yesə sevincidir. Şirin, şəkər, bal narım, yoxdur sənə qaynarım. Sağ olun, diqqətinizə görə minnətdarlıq edirəm. İndi bu kitabçadan qonaqlarıma təqdim edəcəm. Sağ olun, var olun. Deməli, Göyşən eləcə də Azərbaycanın brendi, bığır narıdır və həqiqətdə belədir. Yəni, dünyanın hər yerində məşhurdur, tanınmış bir meyvədir. Düzələ xanım üçün bir alqışla səsləndirək dostlar, gözümüz aydın olsun inşallah. Hə, bir gözəl musiqi səsləndirək. Elə Göyşən aşır.
kəsiləcək. Tüzələ xanım, sən nə konasa uğraşırız? Haradadır bacılar, haradadır xanımlar, qonşular, qohumlar, qonaqlar? Yubilyarımızı yalnız bırakmayaq, onun ətrafında olaq. Səndən alacaq. Hə, o gözəl anlar yaşansın insanlar, qorxumuz kəsilsin, gözümüz aydın olsun. Anlamalı var da, o da buradadır, buradadır. Yaxın dolaşsın anlamasın. Hə, dostlar, bir almışlar səsənlə, bir yurtda almışlar gəlsin tərəfə. Şuradan gətirmə, yan. Biraz arkaya çəkilən xanımlar. Ay maşallah, eşk olsun, güzel olsun. Yubilyarımız güzel anlar, güzel sağlıklı yubilyarımız olsun. Eşk olsun. Arasımızın en güzel meydanıdır. İnşallah korkumuz kəsilir. 70'i yandır, 70'i yandır. Yavaşlar arkaya dur, yavaşlar arkaya dur. Hanım bir bravo, bravo, bravo. Yandır 70'i. Bura bakırız, bura bakırız. Teresme. Şu. Bir dənə saniyelik deyim məndə, təkim soda qardaşım. Bura baxın. Bir xatirə şəkili çəkilir, bizim fotoğraflarımızın çəkdiyi şəkil 97 il qalır. Eşk olsun dostlar. Allah çəkilsin. Eşk olsun dostlar. Bura baxın.
Əziz dostlar, məclisimiz davam edir, musiqilərimiz davam edir. Bir daha mən qonaqlardan ricam var, arzu istəyim var. Yəni, təbrikləri olan qonaqlar varsa, yaxınlaşıb arzu istəklərini bildirə bilərlər. Rəqs eləmək istəyən qonaqlar gözəl bir musiqi sifariş verib rəqsə qoşula bilər. Mən məclisimizi qəmli notlar üzərində davam eləmək istəmirəm, amma heç vaxt öz keçmişini unutmamalıdır. Ona görə də biz qeyd eləməliyik. Yəni, Tünzalə xanımın ailəsində 6 evlad olub. Bayaq o gözlərindən axan sevinç yaşının nə olduğunu mən indi hiss elədim, mənə məlumat verdilər. 6 evladın 3-ünü vaxtsız itiriblər, hə Tünzalə xanım. Allah Səyyaf müəllimə, Çingiz müəllimə, Solmaz xanıma qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun. Gəlin belə deyək, aramızda olanlara Allah can sağlığı versin. Dünyasını dəyişənlərə Allah qəni-qəni rəhmət eləsin. Həyatın, təbiətin qoyduğu qayda qanundur. İnsan gəlir, gedir. Bilirsiniz, ona görə də bu həyatla barışmaq lazımdır. Yəni, hər birimizin itirdiyimiz insanlar var. Mən bir daha Allah qəni-qəni rəhmət eləsin Səyyaf müəllimə, Çingiz müəllimə, Solmaz xanıma səbirlər diləyək. Bu əziz, bu xoş gündə onlar ruhları şaddılar, buradadırlar. Tünzalə xanımın bu xoş günündə sevinirlər. Və onu da qeyd edeyim ki, bir balaca mən vərəqlədim Tünzalə xanımın kitabını. Gözəl bir mövzu var burada. Mən istəyirəm o şeiri burada dilləndirim. Əgər qonaqlar üçün əziyyət deyilsə, diqqətimizi burada yönəldə bilərik. Qohum qardaş, dost tanış, bir-birindən uzaqlaşır. Doğmalar da yadlaşır, səmimiyyət olmayanda. Səmimi ol hər bir kəsə, görüşəndə halını sor, umma nəsə. Səmimiyyət azgözlüyün, naqisliyin kökünü kəsər. Səmimiyyət hər bir evdə bir xeyirdir, məhəbbətdir. İnsanların arasında səmimiyyət, ünsiyyətdir. Olmayanda səmimilik, elə bil ki, dərd çoxalır. Varlı kəsim arasında fərq də artır, çox olur. Bir körpüdür səmimiyyət. Doğru, yanan, qoca, cavan arasında həlli çətin misallara bir cavabdır səmimiyyət. Səmimilik qazandığın bir savabdır bu dünyada, o dünyaya. Hə, deyirəm bu gözəl şəhər üçün bir alqışlar səsləndirək. Həm müəllifin, həm də yubilyanın şərəfinə. Gözümüz aydın olsun. Allah dünyadan keçənləri qəni-qəni rəhmət eləsin. Allah sizə can sağlıq versin. Biz deyə bilmərik, hər halda arzularıq. Allah 90 il ömür versin, 100 il ömür versin. Bu bizim arzumuzdur. Amma mən arzu edirəm ki, Tünzalə xanım, Allah sizə nə qədər ömür verir, elə səmimi yaşayasınız, sağlam yaşayasınız, hörmətli yaşayasınız. Allah sizə can sağlıq versin. Mən də bugün bibimi təbrik Bibi, yaxın tut. Ona can sağlığı arzu edirəm. Bu, Allah nə qədər ömür verib səndən sonra onu bir huzurlu yaşasın, sağlıqlı yaşasın. Deməli, bu hər bir ailənin həyatı bir nağıldır. Bu nağılın da başlanğıcı var. Bu ailənin başlanğıcı, yəni bu uşaqların hardasa bir 90 il əvvəl qoyulub bu ailənin təməli. Bir Hüseyin müəllim olub, bir Həcər xanım olub. Bunların 6 evladı olub. 2 oğlan, 4 qız. Allah ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Yəni, mən nənəmlə, babamla bir yerdə böyümüşəm. Yəni, onların yanında çox olmuşam. Ona görə mən bunların bibi yox, bacı bilmişəm. Ümumiyyətlə, Tünzalə ilə yaş fərqimiz də çox az olub. Ona görə bir yerdə böyümüşük. Nə bilim, mən bu ailədən babam vəzifələrdə işləyib, yəni işinə məşğul, amma nənəm elə bir insan olub, o qədər
ailə canlı, evlad canlı, səmimi, mehriban. Yəni bu ailədə bu uşaqlar da nənəmdən götürüb o qədər bir-birlərinə mehribandılar, o qədər. Məsələn, mənim rəhmətli atam, bacı, qardaş deyəndə dili dodağı ağzından təpildi. Çox istəyərdi. Yəni mən hər bir ailəyə belə mehribançılıq arzu edirəm. Görürsünüz, mən atamın evladıyam, mən onun bacısı, qardaşı üçün canımı verməyə hazıram. İndi baxdım burada qonaq qohumlarımıza, heç kəsin, hamımız tək qızıq, heç kəsin bacısı yoxdur, hamı tək-təkdir. Amma indi bibimgil 3 bacıdılar, Allah bunlara can sağlığı versin, bir-birlərinə mehriban olsunlar, balalarının üstündən əskik olmasınlar. Öpürəm səni bir, balalarının xoş günlərini görəsən. Məndən razıyım, həmişə. Sağ ol, var ol, həmişə yanımızda ol. Balalarım, nəvələrim. Hər vaxt ola bilmirəm. İşi çoxdur. Gözümüz aydın olsun inşallah. Ya aziz Allah.
dostlar, bir daha Tüzala xanıma həyatın ən gözəl neməti olan can sağlığı diləyək. Gələn bütün qonaqlara təşəkkürümüzü bildirək. Və bununla da bu məclisimizi elə Tüzala xanımın arzusu ilə yekunlaşdıraq. Bir daha Allah Teala bizə gözəl günlər nəsib eləsin. Elə evinizdən çıxanda həmişə qədəmlərimiz bizi toylara, düğünlərə aparsın. Gözümüz aydın olsun, var olasınız, gecəmiz xeyir olsun. Bir musiqi səsləndirək, biz mehriban